Hüquqi şəxsin uçot məlumatlarının dəyişdirilməsi ərizəsinin tərtib olunması və göndərilməsi barədə video təlimat. Bu video təlimatda istifadəçi tərəfindən hüquqi şəxsin uçot məlumatlarının dəyişdirilməsi ərizəsinin tərtib olunması və göndərilməsi prosesi əks etdirilir. Bunun üçün İnternet Vergi İdarəsinin New e-Taxes Govas portalına daxil olmaq lazımdır. Asan imza və Sima token gücləndirilmiş elektron imzaları vasitəsilə elektron kabinetə daxil olan istifadəçi ilk növbədə yeni pəncərədən ərizələr modulunu seçir. Daha sonra hüquqi şəxsin uçot məlumatlarının dəyişdirilməsi, müraciət ərizəsinin təqdim edilməsi üçün yeni ərizə xanasında axtarış nəticəsində ekranda adı əks olunan ərizə forması yaxud hamısına bax düyməsi vasitəsilə yeni açılan pəncərədə müvafiq ərizə forması seçilir. Açılmış yeni pəncərədə vergi orqanı və vergi ödəyicisi barədə məlumatlar avtomatik doldurulur. Daha sonra faktiki ünvan bölməsində məlumat üzrə dəyişikliyə ehtiyac olduğu halda dəyişdir düyməsi sıxılmaqla ünvan məlumatları üzrə dəyişikliklər qeyd edilir. Faktiki ünvan məlumatları hüquqi ünvanla eynilik təşkil etdiyi halda hüquqi ünvanla eynidir seçimi edilir və hüquqi ünvan məlumatları avtomatik olaraq müvafiq xanalara doldurulur. Növbəti addımda poçt yazışmaları üçün ünvan bölməsindən poçt yazışmaları üçün hüquqi və ya faktiki ünvan seçilir. Daha sonra əlaqə məlumatları bölməsinə keçid edilir. Bu bölmədə düzəliş et düyməsi sıxılmaqla əlaqə məlumatları dəyişdirilə, sil düyməsi vasitəsilə silinə, həmçinin əlavə et düyməsi vasitəsilə yeni əlaqə məlumatları əlavə edilə bilər. Əlaqə məlumatları hissəsində mobil telefon nömrəsi daxil edildikdən sonra yoxla düyməsi sıxılır və açılan pəncərəyə qeyd edilən telefon nömrəsinə göndərilmiş təsdiq kodu daxil edilərək təsdiqlə düyməsi ilə təsdiqlənir. Qeyd: Əlaqə məlumatları hissəsində mobil telefon nömrəsi daxil edilməmiş digər əlaqə məlumatlarının qeyd olunması mümkün deyil. Növbəti addımda fəaliyyət növləri bölməsində vergi ödəyicisinin cari fəaliyyət növləri əks olunur. Həmin bölmədən cari fəaliyyət növlərini silmək, əsas fəaliyyət növünü dəyişdirmək, həmçinin fəaliyyət növlərinin adını və ya kodunu yazaraq axtarış edib əlavə et düyməsi vasitəsilə siyahıya yenidən fəaliyyət növünü əlavə etmək olar. Əgər müvafiq dəyişiklik zamanı vergi ödəyicisinin cari əsas fəaliyyət növü silinərsə, bu zaman əlavə edilmiş fəaliyyət növlərindən biri mütləq əsas fəaliyyət növü olaraq seçilməlidir. Qeyd: Fəaliyyət növləri üzrə ətraflı məlumatı iqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları ilə tanış olmaq üçün linkə keçid edin. Sətr üzrə seçim etməklə əldə edə bilərsiniz. Daha sonra ərizənin göndərilməsi üçün aktivləşən imzala və göndər düyməsi sıxılmaqla müvafiq ərizə imzalanır və göndərilir. Qaralamada saxlanılması və daha sonra göndərilməsi üçün isə qaralamada saxla və çıx düyməsi sıxılır və ərizə qaralamalar bölməsində əks olunur. İmzala və göndər düyməsi sıxıldıqdan sonra istifadəçinin bu əməliyyatdan imtina etmək imkanı var. İmtina düyməsi sıxıldıqda yenidən əvvəlki pəncərəyə geri qayıdılır. Bu zaman ekranda əks olunan sil düyməsi sıxılmaqla ərizə forması silinə və ya əksinə bu əməliyyatdan imtina edilə bilər. İmzalama əməliyyatından sonra yeni pəncərədə istifadəçi tərəfindən doldurulmuş məlumatlara uyğun ərizə forması və müvafiq ərizənin göndərilməsi barədə bildiriş ekranda əks olunur. Bildiriş həmin pəncərədə çap düyməsi sıxılmaqla çap edilə, endir düyməsi vasitəsilə yüklənə bilər. Bağla düyməsi isə pəncərəni bağlamaq üçün nəzərdə tutulur. İstifadəçi tərəfindən hüquqi şəxsin uçot məlumatlarının dəyişdirilməsi ərizəsinin təqdim olunması ilə əlaqədar göndərilən elektron ərizə onun ərizələr modulundakı göndərilənlər qovluğunda əks olunur.